Salam əziz müəllimlər, hamınızı xoş gördük. Bugün biz Advento.net platforması üzərində daha başqa bir tapşırıq tipinin yaradılması ilə tanış oluruq. Bu tapşırıq tipimiz sequence adlanır. Tapşırığı yaratmazdan əvvəl gəlin mən sizə göstərim bu necə bir tapşırıqdır. Sonra yaradılma təlimatına keçərik. Bəlkə heç bu sizə lazım olan tapşırıq tipi deyil. Yəni ona görə də gəlin bir baxaq görək bu tapşırıq necədir və necə işləyir. Məsələn, burada electrical fan deyilən bir tapşırıq tipim var. Bu arada saytda bu şəkildə qırılmalar görəndə bu bizdən qaynaqlanan bir şey deyil. Yəni bu server xətası olur adətən. Bu cür məsələn fikir verirsinizmi? Yəni bu düymə ilişib qalıb. Bu cür şeylər olanda Windows istifadəçiləri Ctrl+R, yəni Ctrl və R düymələrini birlikdə, Mac istifadəçiləri isə Shift+Command+R düymələrini, daha doğrusu Windows istifadəçiləri Shift+Ctrl+R düymələrini, Mac istifadəçiləri Shift+Command+R düymələrini birlikdə basaraq serverin təkrar yenilənməsinə nail ola bilərlər. Bunu bastığınız zaman, Shift+Command+R dediğiniz zaman sayt bir növ sizin cache yaddaşınızdan silinir və serverdən yenidən yüklənir. Bu da önemli bir məlumatdır. Ola bilər ki, bəzi işlərinizdə sizə kömək ola bilər. Yenə deyirəm, bu bizdən qaynaqlanan bir problem deyil. Sizin brauzeriniz istoriyanı saxlayır deyə serverdən gələn yeni məlumatı oraya əlavə eləmir. Yəni, belə bir məsələ var. Və burada mən artıq göstərmək istəyirəm bu tapşırıq necə işləyir. Launch Activity dediyimiz zaman burada şagirdə bizə sual verilir. Əslində bunun hamısı bir sualdır. Burada bir case'dən danışılır, bir haldan danışılır və bu case'ə uyğun olaraq cavab variantlarını şagirddən yuxarı aşağı düzərək, sürüşdürərək onların düzgün ardıcıllığını tapmaq istənilir. Məsələn, kimyadan hər hansı bir qarışıq verə bilərsiniz. Bunu necə ayıra bilərik deyə mərhələləri soruşa bilərsiniz. Və ya məsələn bir prosesi yerinə yetirmək üçün hansı ardıcıllıqları izləmək lazımdır. Bunu soruşa bilərsiniz və ya məsələn Windows'da məsələn deyirəm, faylı çap eləmək üçün hansı mərhələləri eləmək lazımdır. Bu cür məsələlər, məsələn bir mətn verə bilərsiniz. Mətnin oxuyub bitiribsə şagird deyə bilərsiniz ki, bu mətndə hansı məntiqi ardıcıllıq var və s. Yəni imkanlar sonsuzdur. Və bu şəkildə hamısını eləyəndən sonra təbii ki, mən eləmədim. Check order vurursunuz. Check orderdən sonra da təbii ki, siz burada nəticənizi və şagirdin bu işə nə qədər vaxt sərf elədiyini görə bilirsiniz. Və bu şəkildə Back to Hub deyirik və tapşırığın necə yaradılması təlimatına başlayırıq, əgər hazırsınızsa. Bütün tapşırıqlarımızı yaratmaq üçün bizim burada white bir girişimiz var. Create New Activity dediğimiz. Bura daxil olursunuz. Buradan Sequence dediğimiz, yəni bu aşağı hissədə Individual Activities'in içərisinə düşən Sequence dediğimiz tapşırıq tipini seçirsiniz. Seçəndən sonra tapşırığımıza ad verməyimizi istəyir. Mən öncədən burada bəzi şeylər hazırlamışdım. Sizin vaxtınızı almamaq üçün onları götürüb tətbiq eləyəcəm. Tapşırığıma belə bir ad verdim və burada tapşırığı public eləyə bilərsiniz. Fərqini edə bilirsiniz. Əgər public eləmirsinizsə, tapşırıq yalnız sizə və sizin assign elədiyiniz, yəni yönləndirdiyiniz siniflərə görünür. Əgər make public eləyirsinizsə, bu zaman saytın digər istifadəçiləri də sizin tapşırığınızı görə bilir. Amma tapşırığınızı istifadə eləmək üçün sizə sorğu göndərirlər. Əgər sorğuya pozitiv cavab ala bilirlərsə, bu zaman sizin tapşırığın bir kopyasını da alıb onlar istifadə edir. Amma siz icazə verməsəniz, onlar da şagirdlər kimi sadəcə tapşırığı oynaya bilirlər. Yəni istifadə edə öz məqsədləri üçün, yəni öz sinifləri ilə paylaşıb istifadə edə bilmirlər. Bu önəmli məlumatları da bilək. Create Activity dedik və tapşırığımız publicdir və yaradıldı. Tapşırığa keçərkən bəzi ardıcıllıqlara düzgün əməl eləməyinizi məsləhət bilirəm. Öncəliklə yuxarıdan başlayın, yəni ardıcıllığı yuxarıdan aşağı götürün. İlk öncə arxa fona bir tema əlavə eləyin, yəni şəkil. Burada şəkillərimiz açığı deyim, mən də bir o qədər hamısını bəyənmirəm. Mənim favorim burada bir neçəsidir. Bunları təbii ki, dəyişməklə bağlı ideyalarınız olsa müzakirə eləməyə hər zaman hazıram. Amma sevənlər də var. Ona görə də hər kəsin zövqünə hörmət eləmək lazımdır. Amma yenilərini əlavə eləməyi düşünərik. Burada tema bölməsindən birinci ekran şəklini götürdüm. İndi məndən tapşırığımın şərtini istəyir. Tapşırığımın şərti üçün də hazır idi mənim şərtim burada. Şərti götürdüm. Command S dedik, C dedik və gəldik tapşırıq şərtini buraya yapışdırdıq. Hər mərhələdən sonra save change eləyə bilərsiniz. Məsələn, mən sevirəm hər dəfə elədiyimiz dəyişikliyi saxlamaq. Amma burada mənə deyir ki, cavab variantı əlavə elə, sonra save eləyim. Add step deyirsiniz, yəni bu stepləri əlavə edirsiniz. Steplər onsuz da avtomatik nömrələnir. Buna görə burada diqqətinizi çəkmək istədiyim bir məsələ var ki, təkrar stepə nömrə qoymayın. Yəni, nəyi demək istəyirəm? Məsələn, fikir verin, mənim siyahım nömrələnməmiş bir siyahıdır. Bunu gətirdim bura, ən çox sevdiyim. Bu aşağı hissəyə yerləşdirirəm. Ondan sonra bunları buradan sətir Command X eləyib, aşağıdan yox, yuxarıdan əslində olmalıdır. Sətir bunları buradan Command X eləyib, yəni götürüb, bura bir yapışdırıram. Add step deyirəm və növbəti ikinci stepi də gətirib, ikinci stepə yapışdırıram.
Demək istədiyim o idi ki, burada siz steplərə ayrı-ayrı nömrələr qoymayın. Yəni ehtiyac yoxdur buna. Onsuz da sistem onları nömrələyir. Siz əksinə nömrə qoyduğunuz zaman tapşırığın vəziyyətini korlamış olursunuz. Çünki həmin nömrələr şagirdin də qarşısında görünür və şagird təbii ki, o paternanı izləyir, yəni o nömrələri izləyir və tapşırığı çox qısa zamanda, belə deyək də, bilik qiymətləndirməsi olmadan həll edə bilir. Yəni bu məsələyə fikir verməyinizdə fayda var. Və 6 bölməni yerləşdirdim və 7-cini hal-hazırda götürdüm, yerinə atdım və sonuncu da buradadır. Bunu da götürdüm. Bu hissədə boşluqları silirəm. Tapşırığı orijinal halına qaytarıram və add step dedim və 8-ci stepdə yerləşdirdim. Bütün bunlar bitəndən sonra save change, öncəliklə bunu save eləyin. Yenə deyirəm, öncəliklə bunu save eləməyiniz məsləhətdir, çünki buradakı işinizi bitirin. Siz tapşırığı save eləyəndən sonra bu hissə boşala bilər. Bu problem deyil, çünki tapşırıq artıq götürülüb, yəni sistemin içinə çöküb. Ona görə də bu hissə boşalıbsa narahat olmayın. Yəni tapşırığınızı yazmısınızsa artıq yuxarıdakı save düyməsini də vura bilərsiniz. Amma bu hissə niyə boşaldığı bu məsələni ola bilsin ki, gələn dəfə görməyəcəksiniz. Məsələn, mən bunu burada gördüm. Artıq gələn dəfə bu həll olmuş olacaq. Siz gələndə bu problem böyük ehtimal ki, olmayacaq burada. Çünki mən bunu artıq götürmüşəm və bizim proqramistlərə bu barədə məlumat vermiş olacağım və save change elədik. Tapşırığımız hazırdır. Separation methods deyir, buradadır. Gəlin baxaq görək bunu necə oynayırıq. Burada launch activity dedik. Launch activity bölməsindən tapşırığım açıldı. Əgər ekranınıza yerləşmirsə, bu zaman yuxarıda Chrome'un naviqasiyasını istifadə edib irəli-geri gedə bilərsiniz. Özünüzə uyğun ekran ölçüsü seçə bilərsiniz. Və light mode sizə mane olursa, burada balaca bir düyməmiz var. Oradan bunu açıb dili dəyişə bilərsiniz, dark mode eləyə bilərsiniz və ya problem varsa sualla bağlı dərhal buradan bu dialoq boxundan istifadə edərək bizə məlumat verə bilərsiniz. Səhvən sual açmısınızsa, buradan geriyə ox vurub birbaşa dashboardda geri qayıda bilərsiniz. Bu imkanlar var. Oyunu oynamağa vaxtım yoxdur. Siz ümid edirəm ki, sayta daxil olub oynayacaqsınız. Ona görə bir şeylər yazıb atmaq istəyirəm və check order dedim. Baxaq görək nə oldu. 0%, heç mi yapamadım? Bir daha play eləyək. Yəni ola bilməz ki, heç bir dənə step tutura bilmirəm. Bir ikisini oynamayan ataq. Təbii ki, oxusam yapacağım da oxumuram. Çünki vaxt gedir. Save change dedik və bu dəfə təbii ki 13% şükürlər olsun ki, nəticə əldə edirəm. Siz oynayıb daha yüksək nəticələr əldə edirsiniz. Buna ümid edirəm. Save back to hub deyirəm, yəni dashboard'a qayıdıram və burada tapşırığımı burada görə bilərsiniz. Bu tapşırığı həmçinin library bölməsində də görəcəksiniz. Bircə dəqiqə mən onu da sizə göstərim. Sonra videomuzu bitirək. Eyni tapşırığı siz həm görəcəksiniz Discovery bölməsində. Discovery bölməsinə də artıq düşdü. Buradadır Separation Methods. Eyni tapşırığı görəcəksiniz digər mentorlar tapşırıq hazırlayana qədər burada görəcəksiniz və eyni tapşırığı library bölməsində görəcəksiniz. Mənim hazırladığım tapşırıq kimi. Belə. Bugünkü videoda bu qədər. Ümid edirəm ki, faydalı oldu, öyrənə bildik. Edvento.net platforması tamamilə ödənişsizdir. Bütün müəllimlər və şagirdlər daxil olub platformanın imkanlarından yararlana bilərlər. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər deyirəm. Hələlik.